Oğlaq Bürcü 16 yanvar 2026 Oğlaq Bürcünün günlük proqnozu. Bugün oğlaqlar üçün sakitlik və ölçülü hərəkət etmək ön plandadır. Qarşılaşacağın vəziyyətlər səni tələsməməyə və hər addımı düşünərək atmağa sövq edə bilər. Gün ərzində hadisələrə səbrlə yanaşmaq və ani qərarlardan çəkinmək sənin üçün faydalı olacaq. Öz ritmini qorumaq və hər şeyi tədricən həll etmək daxili rahatlıq gətirəcək. Ünsiyyətdə anlayış və açıq danışıq əsas rol oynayır. Qarşı tərəfi diqqətlə dinləmək və fikirlərini səmimi şəkildə ifadə etmək münasibətləri yumşaldacaq. Kiçik fikir ayrılıqları olsa da, səbr və sakit dialoq hər şeyi yoluna qoymağa imkan verəcək. Yaxın çevrədən gələn dəstək və diqqət ruh halını yaxşılaşdıracaq. Bugün öz düşüncələrini gözdən keçirmək və keçmişdəki təcrübələri qiymətləndirmək üçün əlverişlidir. Nələri davam etdirmək, nələri buraxmaq lazım olduğunu anlamaq daxili yüngüllük gətirəcək. Planlarını tədricən reallaşdırmaq və hər şeyi zamanına buraxmaq daha müsbət nəticə verəcək. Günün ümumi enerjisi sakit və balanslıdır. Özünü dinləmək və hər şeyi ölçüb biçərək hərəkət etmək günün daha rahat keçməsinə şərait yaradacaq. Bugünün mesajı, səbrini qoruyaraq addım at, hər kiçik hərəkət səni doğru istiqamətə aparacaq. Dolça Bürcü 16 yanvar 2026 Dolça Bürcünün günlük proqnozu. Bugün dolçalar üçün düşüncələr və hisslər daha aktiv ola bilər. Qarşılaşdığın vəziyyətlər səni yaradıcılığa və fərqli yanaşmalara sövq edəcək. Hadisələrə açıq fikirli və sakit yanaşmaq günün axarını daha rahat keçirməyə kömək edəcək. Ani qərarlardan qaçmaq və hər şeyi ölçüb biçmək faydalı olacaq. Kiçik uğurlar və maraqlı hadisələr ruhunu qaldıracaq və günün enerjisini yüksəldəcək. Ünsiyyətdə səmimiyyət və anlayış ön plandadır. İnsanlarla fikir mübadiləsi apararkən diqqətli olmaq və qarşı tərəfin baxışlarını dinləmək münasibətləri yumşaldacaq. Kiçik fikir ayrılıqları olsa belə, sakit dialoq və yumşaq yanaşma vəziyyəti yoluna qoymağa imkan verəcək. Yaxın çevrədən gələn dəstək və maraqlı söhbətlər ruh halını yüksəldəcək. Sosial və ya işgüzar mühitdə göstərdiyin diqqət başqaları tərəfindən qiymətləndiriləcək. Bugün öz düşüncələrinə vaxt ayırmaq və daxili sükunəti qorumaq faydalıdır. Keçmiş təcrübələri gözdən keçirmək, nələri davam etdirmək və nələri buraxmaq lazım olduğunu anlamaq daxili rahatlıq gətirəcək. Yeni fikirlər və fərqli yanaşmalar üzərində düşünmək günün ikinci yarısını daha maraqlı və mənalı edəcək. Sevdiyin fəaliyyətlərə vaxt ayırmaq və kiçik zövqlərlə məşğul olmaq da əhvalını yüksəldəcək. Günün ümumi enerjisi axıcı, ilham verici və dərin hisslərlə doludur. Özünü dinlədikcə və sakit qalmaqla günün axarını daha asan idarə edə bilərsən, həm də ətrafındakı insanlarla münasibətləri möhkəmləndirə bilərsən. Bugünün mesajı, hisslərinə etibar et, sükunəti qoruyaraq hərəkət et və kiçik fürsətlərin dəyərini gör. Doğru yol səbirdə və diqqətdə gizlidir. Balıq Bürcü 16 yanvar 2026 Balıq Bürcünün günlük proqnozu. Bugün balıqlar üçün hisslər və ətrafdakı enerjiləri dərk etmək ön plandadır. Qarşılaşdığın kiçik detallar diqqətini çəkə və səni daha ehtiyatlı olmağa sövq edə bilər. Sakit qalmaq və ani reaksiya verməmək günün axarını asanlaşdıracaq. Maraqlı və gözlənilməz anlar ruhunu yüksəldəcək və günə canlılıq qatacaq. Yeni insanlarla qarşılaşmaq və fərqli söhbətlər aparmaq günə əlavə rəng qatacaq. Ünsiyyətdə açıq danışıq və anlayış göstərmək münasibətləri yumşaldacaq. Kiçik fikir ayrılıqları olsa belə, səmimi və mehriban yanaşmaq hər şeyi yoluna qoymağa imkan verəcək. Yaxın çevrədən gələn diqqət və dəstək günün tonunu daha müsbət edəcək. Sosial mühitdə göstərdiyin diqqət və hörmət başqaları tərəfindən qiymətləndiriləcək. Özünü dinləmək və düşüncələrini qiymətləndirmək üçün vaxt ayırmaq faydalıdır. Keçmişdə yaşananları gözdən keçirmək və lazımsız mövzulardan uzaqlaşmaq daxili rahatlıq gətirəcək. Günün ikinci yarısında sevdiyin işlər və hobbilərlə məşğul olmaq əhvalını qaldıracaq. Kiçik sevinç anlarını dəyərləndirmək sənə enerji verəcək və ruhunu canlandıracaq. Günün ümumi enerjisi sakit, diqqət yönəldilmiş və canlı hisslərlə doludur.
Öz ritmini qoruyaraq addımlarını ölçüb biçmək həm gündəlik hadisələrə daha rahat yanaşmağa, həm də ətrafındakı insanlarla harmonik münasibət qurmağa imkan verəcək. Bugünün mesajı: duyğularına etibar et, anı dəyərləndir və sakit qal. Hər kiçik an sənə doğru yolu göstərəcək. Qoç bürcü 16 yanvar 2026 Qoç bürcünün günlük proqnozu. Bugün qoçlar üçün tələsmədən və diqqətlə hərəkət etmək daha faydalı olacaq. Qarşılaşdığın vəziyyətlər səni səbirli olmağa və hadisələrə daha geniş baxmağa sövq edə bilər. Hər addımı ölçüb biçmək günün daha rahat keçməsinə kömək edəcək. Öz hisslərinə qulaq asmaq və daxili səsinə etibar etmək sənə yol göstərəcək. Kiçik uğurlar və gözlənilməz anlar günə canlılıq qatacaq. İnsanlarla ünsiyyətdə sakit və anlayışlı olmaq önəmlidir. Kiçik fikir ayrılıqları olsa belə, açıq və səmimi danışıq hər şeyi yoluna qoymağa imkan verəcək. Qarşı tərəfi dinləmək və anlayış göstərmək münasibətləri yumşaldacaq. Yaxın çevrədən gələn isti münasibət səni ruhən rahatladacaq, motivasiyanı artıracaq və özünü daha güvənli hiss etməyə səbəb olacaq. Bugün düşüncələrini gözdən keçirmək və gələcək üçün planlar qurmaq üçün əlverişlidir. Keçmişdə baş verənləri qiymətləndirmək və artıq sənə fayda verməyən mövzulardan uzaqlaşmaq sənə yüngüllük gətirəcək. Hər şeyi dərhal həll etməyə çalışmaq əvəzinə mövcud durumu qəbul etmək və addım-addım irəliləmək daha doğru olacaq. Günü səmərəli və balanslı şəkildə keçirmək üçün öz ritmini qorumaq vacibdir. Günün ümumi axarı sakit və balanslıdır. Səbrlə hərəkət etmək, gərginliyə yol verməmək və hadisələrin öz qaydasında inkişaf etməsinə imkan yaratmaq daxili rahatlığını artıracaq. Kiçik anların dəyərini görmək və ətrafındakı insanlarla harmonik münasibət saxlamaq gününü daha xoş edəcək. Bugünün mesajı: səbirli ol, diqqətlə hərəkət et və hadisələrin öz yolunda inkişaf etməsinə imkan yarat. Hər şey zamanla yerinə oturacaq. Boğa bürcü 16 yanvar 2026 Boğa bürcünün günlük proqnozu. Bugün boğalar üçün sakit və ölçülü hərəkət etmək önəmlidir. Qarşılaşdığın vəziyyətlər səni diqqətli olmağa və hər addımı düşünərək atmağa sövq edə bilər. Ani qərarlardan çəkinmək və hadisələri tədricən həll etmək günün daha rahat keçməsinə kömək edəcək. Kiçik, xoş anlar və gözlənilməz sürprizlər əhvalını yüksəldəcək və günə əlavə canlılıq qatacaq. İnsanlarla münasibətlərdə anlayış və səmimiyyət ön plandadır. Kiçik fikir ayrılıqları olsa belə, açıq və mehriban dialoq hər şeyi yoluna qoymağa imkan verəcək. Qarşı tərəfi diqqətlə dinləmək və mehribanlıq göstərmək münasibətləri möhkəmləndirəcək. Yaxın çevrədən gələn dəstək, səmimi sözlər və maraqlı söhbətlər gününü daha xoş edəcək və özünü rahat hiss etməyinə səbəb olacaq. Bugün öz düşüncələrini gözdən keçirmək və gələcək üçün sakit şəkildə planlar qurmaq üçün əlverişlidir. Keçmişdə baş verənləri qiymətləndirmək və artıq fayda verməyən mövzulardan uzaqlaşmaq daxili yüngüllük gətirəcək. Hər şeyi dərhal həll etməyə çalışmaq əvəzinə mövcud durumu qəbul etmək və addım-addım irəliləmək daha doğru olacaq. Günün ikinci yarısında sevdiyin fəaliyyətlərə vaxt ayırmaq və kiçik xoş anların dadını çıxarmaq əhvalını yüksəldəcək. Günün ümumi axarı sakit və tarazlıdır. Öz ritmini qorumaq, gərginliyə yol verməmək və hər şeyi zamanına buraxmaq daxili rahatlığını artıracaq. Kiçik detallara diqqət yetirmək və ətrafındakı insanlarla harmonik münasibət saxlamaq günün keyfiyyətini daha da yüksəldəcək. Bugünün mesajı: sakit ol, addımlarını diqqətlə seç və hər şeyin öz qaydasında inkişaf etməsinə imkan ver. Hər anın dəyərini gör. Əkizlər bürcü 16 yanvar 2026 Əkizlər bürcünün günlük proqnozu. Bugün əkizlər üçün diqqətli və balanslı olmaq ön plandadır. Qarşılaşdığın vəziyyətlər səni düşünərək hərəkət etməyə və ani qərarlardan çəkinməyə sövq edə bilər. Kiçik sürprizlər və maraqlı anlar günə canlılıq qatacaq, əhvalını yüksəldəcək. Öz hisslərinə qulaq asmaq və situasiyaları diqqətlə müşahidə etmək faydalı olacaq. Yeni insanlarla qarşılaşmaq və fərqli mövzular haqqında söhbətlər aparmaq günə əlavə rəng qatacaq. İnsanlarla münasibətlərdə açıq ünsiyyət və anlayış əsas rol oynayır. Kiçik fikir ayrılıqları olsa belə, sakit və səmimi dialoq hər şeyi yoluna qoymağa imkan verəcək.
Qarşı tərəfi diqqətlə dinləmək və mehribanlıq göstərmək münasibətləri yumşaldacaq. Yaxın çevrədən gələn dəstək, isti sözlər və maraqlı söhbətlər gününü daha xoş edəcək, özünü rahat və qiymətli hiss etməyinə səbəb olacaq. Bugün düşüncələrini gözdən keçirmək və gələcək barədə planlar qurmaq üçün əlverişlidir. Keçmişdə yaşananları nəzərdən keçirmək, artıq sənə fayda verməyən mövzulardan uzaqlaşmaq daxili sakitlik gətirəcək. Hər şeyi tələsmədən və addımla-addım həll etmək daha doğru olacaq. Günün ikinci yarısında sevdiyin işlərə vaxt ayırmaq və kiçik xoş anların dadını çıxarmaq ruhunu qaldıracaq. Günün ümumi axarı sakit və diqqət yönəldilmişdir. Öz ritmini qorumaq, gərginliyə yol verməmək və hadisələrin öz qaydasında inkişaf etməsinə imkan yaratmaq gününü daha rahat və xoş edəcək. Kiçik detallara diqqət yetirmək və ətrafındakı insanlarla harmonik münasibət saxlamaq günün keyfiyyətini artıracaq. Bugünün mesajı: sakit ol, diqqətlə hərəkət et və hər şeyi öz axarında burax. Kiçik anlar sənə yol göstərəcək. Xərçəng bürcü 16 yanvar 2026 Xərçəng bürcünün günlük proqnozu. Bugün xərçənglər üçün sakit və diqqətli olmaq önəmlidir. Qarşılaşdığın vəziyyətlər səni düşünərək hərəkət etməyə və ani qərarlardan çəkinməyə sövq edə bilər. Kiçik, xoş sürprizlər və gözlənilməz anlar əhvalını yüksəldəcək və günə əlavə canlılıq qatacaq. Öz hisslərinə qulaq asmaq və ətrafdakı vəziyyətləri diqqətlə izləmək faydalı olacaq. İnsanlarla münasibətlərdə səmimiyyət və anlayış əsas rol oynayır. Kiçik fikir ayrılıqları olsa belə, sakit və açıq danışıq hər şeyi yoluna qoymağa imkan verəcək. Qarşı tərəfi diqqətlə dinləmək və mehribanlıq göstərmək münasibətləri yumşaldacaq. Yaxın çevrədən gələn dəstək və səmimi söhbətlər gününü daha xoş edəcək və özünü rahat hiss etməyinə səbəb olacaq. Bugün düşüncələrini gözdən keçirmək və gələcək barədə sakitcə planlar qurmaq üçün əlverişlidir. Keçmişdə yaşananları qiymətləndirmək və artıq fayda verməyən mövzulardan uzaqlaşmaq ruhuna yüngüllük gətirəcək. Hər şeyi tələsmədən və addımla-addım həll etmək daha doğru olacaq. Günün ikinci yarısında sevdiyin işlərə və kiçik zövqlərə vaxt ayırmaq əhvalını yüksəldəcək. Günün ümumi axarı sakit və balanslıdır. Öz ritmini qorumaq, gərginliyə yol verməmək və hadisələrin öz qaydasında inkişaf etməsinə imkan yaratmaq gününü daha rahat və xoş edəcək. Bugünün mesajı: sakit qal, hisslərinə qulaq as və hər şeyi zamanına burax, hər an sənə doğru yolu göstərəcək. Şir bürcü 16 yanvar 2026 Şir bürcünün günlük proqnozu. Bugün şirlər üçün diqqətli və ölçülü olmaq ön plandadır. Qarşılaşdığın vəziyyətlər səni tələsmədən hərəkət etməyə və hadisələrə geniş baxmağa sövq edə bilər. Kiçik xoş anlar və gözlənilməz sürprizlər əhvalını yüksəldəcək və günə canlılıq qatacaq. Öz hisslərinə qulaq asmaq, baş verənləri diqqətlə izləmək və situasiyalara yumşaqlıqla yanaşmaq faydalı olacaq. Yeni tanışlıqlar və maraqlı söhbətlər günə əlavə rəng qatacaq. İnsanlarla münasibətlərdə açıq ünsiyyət və anlayış vacibdir. Kiçik fikir ayrılıqları olsa belə, səmimi və mehriban dialoq hər şeyi yoluna qoymağa imkan verəcək. Qarşı tərəfi dinləmək, diqqət göstərmək və kiçik jestlər etmək münasibətləri yumşaldacaq. Yaxın çevrədən gələn isti sözlər, dəstək və maraqlı söhbətlər gününü daha rahat və xoş edəcək, özünü qiymətli və dəyərli hiss etməyinə səbəb olacaq. Bugün düşüncələrini gözdən keçirmək və gələcək üçün planlar qurmaq əlverişlidir. Keçmişdə baş verənləri nəzərdən keçirmək və artıq fayda verməyən mövzulardan uzaqlaşmaq ruhunu yüngülləşdirəcək. Hər şeyi tələsmədən, addımla-addım həll etmək daha doğru olacaq. Günün ikinci yarısında sevdiyin işlərə, kiçik zövqlərə və maraqlı fəaliyyətlərə vaxt ayırmaq əhvalını yüksəldəcək və enerji verəcək. Günün ümumi axarı sakit, balanslı və canlıdır. Öz ritmini qorumaq, gərginliyə yol verməmək, hadisələrin öz qaydasında inkişaf etməsinə imkan yaratmaq və ətrafındakı insanlarla harmonik münasibət saxlamaq gününü daha xoş edəcək. Bugünün mesajı: sakit ol, hisslərinə etibar et, kiçik anların dadını çıxar və hər şeyi öz axarında burax, hər detal sənə yol göstərəcək. Qız bürcü 16 yanvar 2026 Qız bürcünün günlük proqnozu.
Bugün qızlar üçün diqqətli və ölçülü olmaq önəmlidir. Qarşılaşdığın vəziyyətlər səni tələsmədən hərəkət etməyə və baş verənləri diqqətlə müşahidə etməyə sövq edə bilər. Kiçik sürprizlər və xoş anlar günə canlılıq qatacaq, əhvalını yüksəldəcək. Öz hisslərinə qulaq asmaq və situasiyalara açıq yanaşmaq faydalı olacaq. İnsanlarla ünsiyyətdə anlayış və səmimiyyət vacibdir. Kiçik fikir ayrılıqları olsa belə, açıq və mehriban danışıq hər şeyi yoluna qoymağa imkan verəcək. Qarşı tərəfi dinləmək və diqqət göstərmək münasibətləri yumşaldacaq. Yaxın çevrədən gələn dəstək və səmimi söhbətlər gününü daha xoş edəcək, özünü rahat və dəyərli hiss etməyinə səbəb olacaq. Bugün düşüncələrini gözdən keçirmək və gələcək üçün planlar qurmaq üçün əlverişlidir. Keçmişdə baş verənləri nəzərdən keçirmək və artıq fayda verməyən mövzulardan uzaqlaşmaq ruhunu yüngülləşdirəcək. Hər şeyi tələsmədən, addım-addım həll etmək daha doğru olacaq. Günün ikinci yarısında sevdiyin işlərə və kiçik zövqlərə vaxt ayırmaq əhvalını qaldıracaq. Günün ümumi axarı sakit və tarazlıdır. Öz ritmini qorumaq, gərginliyə yol verməmək və hadisələrin öz qaydasında inkişaf etməsinə imkan yaratmaq gününü daha xoş və rahat edəcək. Bugünün mesajı: sakit qal, hisslərinə etibar et və hər şeyi öz axarında burax, hər an sənə doğru yolu göstərəcək. Tərəzi bürcü 16 yanvar 2026 Tərəzi bürcünün günlük proqnozu. Bugün tərəzilər üçün diqqətli və ölçülü olmaq önəmlidir. Qarşılaşdığın vəziyyətlər səni tələsmədən hərəkət etməyə və hadisələrə sakit yanaşmağa sövq edə bilər. Kiçik xoş sürprizlər və maraqlı anlar günə canlılıq qatacaq, əhvalını yüksəldəcək. Öz hisslərinə qulaq asmaq və baş verənləri diqqətlə izləmək faydalı olacaq. İnsanlarla münasibətlərdə səmimiyyət və anlayış əsas rol oynayır. Kiçik fikir ayrılıqları olsa belə, sakit və açıq danışıq hər şeyi yoluna qoymağa imkan verəcək. Qarşı tərəfi dinləmək və mehribanlıq göstərmək münasibətləri yumşaldacaq. Yaxın çevrədən gələn diqqət və dəstək gününü daha xoş edəcək, özünü rahat və dəyərli hiss etməyinə səbəb olacaq. Bugün düşüncələrini gözdən keçirmək və gələcək barədə planlar qurmaq üçün əlverişlidir. Keçmişdə baş verənləri nəzərdən keçirmək və artıq sənə fayda verməyən mövzulardan uzaqlaşmaq ruhunu yüngülləşdirəcək. Hər şeyi tələsmədən və addım-addım həll etmək daha doğru olacaq. Günün ikinci yarısında sevdiyin fəaliyyətlərə və kiçik zövqlərə vaxt ayırmaq əhvalını yüksəldəcək. Günün ümumi axarı sakit və balanslıdır. Öz ritmini qorumaq, gərginliyə yol verməmək və hadisələrin öz qaydasında inkişaf etməsinə imkan yaratmaq gününü daha xoş və rahat edəcək. Bugünün mesajı: sakit qal, diqqətlə hərəkət et və hər şeyi öz axarında burax, hər an sənə doğru yolu göstərəcək. Əqrəb bürcü 16 yanvar 2026 Əqrəb bürcünün günlük proqnozu. Bugün əqrəblər üçün sakit və ölçülü olmaq vacibdir. Qarşılaşdığın vəziyyətlər səni tələsmədən hərəkət etməyə və hadisələrə diqqətlə yanaşmağa sövq edə bilər. Kiçik sürprizlər və maraqlı anlar günə canlılıq qatacaq, əhvalını yüksəldəcək. Öz hisslərinə qulaq asmaq və baş verənləri diqqətlə izləmək faydalı olacaq. İnsanlarla münasibətlərdə anlayış və səmimiyyət əsas rol oynayır. Kiçik fikir ayrılıqları olsa belə, açıq və mehriban danışıq hər şeyi yoluna qoymağa imkan verəcək. Qarşı tərəfi dinləmək və diqqət göstərmək münasibətləri yumşaldacaq. Yaxın çevrədən gələn dəstək və isti sözlər gününü daha xoş edəcək, özünü rahat və qiymətli hiss etməyinə səbəb olacaq. Bugün düşüncələrini gözdən keçirmək və gələcək barədə planlar qurmaq üçün əlverişlidir. Keçmişdə baş verənləri nəzərdən keçirmək və artıq fayda verməyən mövzulardan uzaqlaşmaq ruhunu yüngülləşdirəcək. Hər şeyi tələsmədən, addım-addım həll etmək daha doğru olacaq. Günün ikinci yarısında sevdiyin fəaliyyətlərə və kiçik zövqlərə vaxt ayırmaq əhvalını qaldıracaq. Günün ümumi axarı sakit və balanslıdır. Öz ritmini qorumaq, gərginliyə yol verməmək və hadisələrin öz qaydasında inkişaf etməsinə imkan yaratmaq gününü daha xoş və rahat edəcək. Kiçik detallara diqqət yetirmək və ətrafındakı insanlarla harmonik münasibət saxlamaq günün keyfiyyətini artıracaq. Bugünün mesajı: sakit ol, hisslərinə etibar et və hər şeyi zamanına burax, hər an sənə doğru yolu göstərəcək. Oxatan bürcü
16 yanvar 2026 Oxatan bürcünün günlük proqnozu. Bugün oxatanlar üçün diqqətli və balanslı olmaq önəmlidir. Qarşılaşdığın vəziyyətlər səni tələsmədən hərəkət etməyə və hadisələrə sakit yanaşmağa sövq edə bilər. Kiçik xoş sürprizlər və maraqlı anlar günə canlılıq qatacaq, əhvalını yüksəldəcək. Öz hisslərinə qulaq asmaq və baş verənləri diqqətlə izləmək faydalı olacaq. Yeni tanışlıqlar və gözlənilməz hadisələr günə əlavə rəng qatacaq. İnsanlarla münasibətlərdə səmimiyyət və anlayış əsas rol oynayır. Kiçik fikir ayrılıqları olsa belə, açıq və mehriban danışıq hər şeyi yoluna qoymağa imkan verəcək. Qarşı tərəfi dinləmək, diqqət göstərmək və kiçik jestlər etmək münasibətləri yumşaldacaq. Yaxın çevrədən gələn dəstək və səmimi söhbətlər gününü daha xoş edəcək, özünü rahat və qiymətli hiss etməyinə səbəb olacaq. Bugün düşüncələrini gözdən keçirmək və gələcək barədə planlar qurmaq üçün əlverişlidir. Keçmişdə baş verənləri nəzərdən keçirmək və artıq fayda verməyən mövzulardan uzaqlaşmaq ruhunu yüngülləşdirəcək. Hər şeyi tələsmədən, addım-addım həll etmək daha doğru olacaq. Günün ikinci yarısında sevdiyin fəaliyyətlərə və kiçik zövqlərə vaxt ayırmaq əhvalını qaldıracaq. Günün ümumi axarı sakit və balanslıdır. Öz ritmini qorumaq, gərginliyə yol verməmək və hadisələrin öz qaydasında inkişaf etməsinə imkan yaratmaq gününü daha xoş və rahat edəcək. Kiçik detallara diqqət yetirmək və ətrafındakı insanlarla harmonik münasibət saxlamaq günün keyfiyyətini artıracaq. Bugünün mesajı: sakit qal, hisslərinə etibar et və hər şeyi öz axarında burax, hər an sənə doğru yolu göstərəcək.